Hamını salamlayıram. Am, Salam, axşamınız xeyir. Axşamınız xeyir. Mən Günel Cəfərova. Bugün sizinlə bir saat boyunca öyrənmə və inkişafdan danışmağa çalışacağıq, müzakirə etməyə çalışacağıq. Amma ilk olaraq bu günləri 18 oktyabrdır. Milli Müstəqillik Aktımızın qəbul olunduğu, yenidən qəbul olunduğu gündür. Bu gün münasibəti ilə hər birimizi təbrik edirəm. Çünki bu özəl bir gündür. Yenidən Müstəqillik Aktımızın qanuni qüvvəyə minməsi ilə yenidən müstəqil olduq və bu günlərə gəlib çıxdıq. Bu gün də sizinlə öyrənmə inkişafdan danışırıq. Öyrənmə inkişaf hansı sahələrə təsir edir, necə təsir etməlidir, onu müzakirə edəcəyik. Və ən əsası da öyrənmə inkişaf sahəsində edilən yanlışlar nələrdir? Bir ona sizinlə baxacağıq. Amma ilk olaraq sizlər necəsiz onu bilmək istəyirəm. Burada müxtəlif emotionlar var. Xahiş eləyəcəm ki, o emotionlardan istifadə edərək necəsiz sualına bir cavab verəsiz. Necəsiz bugün? Əla, əlayam. Təşəkkürlər. Mələkə xanım amma deyəsə əlini qaldırmışdı. Aylin də edicimiz. Narahat olmayın. Bir məsələni də deyim. Təqdimatı göstərməzdən əvvəl mən sizlərin də nəsə sualınız və s. olanda onu belə deyək də səsli şəkildə məni kəsərək bildirməyinizi istəyəcəm. Çünki ola bilər ki, mən təqdimat zamanı görməyim sizləri, çünki ekrana gedir təqdimat. Ona görə xahiş edirəm ki, hər hansı bir sözünüz, sualınız olduğu zaman bu sözü kəsmək deyil, yeri gəldikcə sualı verməkdir mənim üçün. Suallarınızı verəsiniz. İndi isə mən təqdimatı paylaşım sizinlə və şeir eləmək üçün də neyinirik? Görünürmü təqdimat? Təqdimatım görünürmü? Xeyr. Hə, yox. Mən indi ancaq təqdimatı gördüyümə görə Xeyr, görsənmir bizdən. görsənmir. Tamam. O zaman baxaq bir daha. Şeir eləyirik. Tamam, indi görünməlidir artıq. Görsənir, bəli. Əla. Öyrənmə və inkişaf ən çox edilən səhvlər nələrdir? Bundan danışmağa çalışacağıq, bunu müzakirə eləməyə çalışacağıq. Müzakirələrimizin daha maraqlı olması üçün bir tərəfli monoloq də deyil, dialoq tipində olmasını istəyirəm. Bunun üçün sizin aktiv iştirakınızı xahiş eləyirəm. Və ilk olaraq da belə bir məsələ ilə, bir mövzu ilə başlayaq deyirəm. Səhv etdim, amma öyrəndim. Düşünün bir neçə saniyə bunun ətrafında. Mən istəyirəm ki, bir könüllülər, könüllü olmayacaqsa adını çəkəcəm və onun cavab verməsini xahiş edəcəm. Nədə səhv edib yaxın keçmişdə və nə öyrənib? Səhvini deməyə bilər, nə öyrəndiyini deyərsə, səhvini demək istəmirsə, nə öyrəndiyini deyərsə, bu çox gözəl olar deyə düşünürəm. Mən bir baxım, görüm kim neynir. Aha, Mələkə xanım, buyurun. Axşamınız xeyir bir daha. Axşamınız xeyir. Səhv elədiyim miqdə imtahan verib müəllim olmağımdır. Aha. Amma çox şey öyrəndim kollektivlə və uşaqla işləmək sayəsində. Aha. Siz elədiyiniz, ilk olaraq düşündünüz ki, səhv eləmişsiniz, amma sonradan oradakı imkanları görüb o imkanları da dəyərləndirdiniz əslində. Düzdür? Dəyərləndirdim, amma düşündüm ki, o sahə mənə görə deyil. Bəs indi necə düşünürsünüz? İndi hal-hazırda mən özüm də HR sahəsinə yönəlmişəm. Kabineti başçılığı kursunu bitirmişəm burada, amma hazırda işləmirəm. Sahənizi dəyişmək istəyirsiniz. Bəli, bəli. Anladım sizi. Amma düşünürəm ki, sizin orada əldə etdiyiniz müəyyən məlumatlar var ki və bacarıqlar, səriştələr var ki, o sizə növbəti karyeranızda çox böyük dəstək olacaq, inanın mənə. Çox sağ olun, Mələkə xanım. Kollektivlə işləmək bacarıqlarını çox yaxşı inkişaf elətdirdi o 2 il. Tamam, çox sağ olun. Fərdə xanım. Salam, axşamınız xeyir. Mən isə HR sahəsində çalışıram və bunu anladım ki, HR-ın hər ağzından çıxan sözə görə məsuliyyət daşıyır və
bir tək hansısa bir işçiyə məlumat versən və sonra bu sözə görə, yəni cavabdehlik daşımaq lazımdır. Bir-iki dəfə Hı-hı. olub, məndə misal üçün nəsə vəd etmişəm, rəhbərliklə danışmamış, tələsmişəm, istəmişəm ki, işçini sevindirim vaxtından Hı-hı. tez əvvəl. Amma sonra başa düşdüm ki, tələsmək lazım deyil. Ona görə HR-ın hər bir sözünü, yəni məsuliyyətini daşıyır. Bunu öyrənmişəm ki, yəni tələsmək lazım deyil. Rəhbərliklə hər şeyi razılaşdırıb tam dəqiq Hı-hı. biləndən sonra iş etmək lazımdır. Hı-hı. Başqa sözlə desək, məsələyə hər tərəfli yanaşaraq nəticəyə gəlmək. Düzdür, Fərdə xanım? Yəqin ki, tələsməkdən daha çox, bəli, biz istəyirik ki, insanları razı salaq, sevindirək. Bu elə öyrənmə inkişafa da xas olan bir xüsusiyyətdir, ondan danışacağıq. Amma bəzən müəyyən şeylər var ki, orada ya gözləməliyik, ya hər tərəfli araşdırmalıyıq, sonra qərar qəbul eləməliyik. Başqa? Mən adları çəkim burada bir-bir. Açaq görək siyahımızda kimlər var. Rast gələ bir ad deyək. Məsələn, Nərmin İsmailova. Nərmin xanım, Salam, axşamınız xeyir. axşamınız xeyir. Mən növbəli qrafik ilə bağlı bir dəfə səhvim olmuşdu. O da Hı-hı. istər-istəməz bizdə gözətçilər növbəli qrafik ilə Bəli. işləyir. Bir neçə belə deyək, uyğunsuzluğa gətirib çıxartmışdı. Amma məsələn öyrəndim, səhv elədim və öyrəndim belə deyək. Nə öyrəndiniz oradan? Məsələn, orada yeni başlamışdım və növbəli qrafik ilə bağlı hər hansı bir təcrübəm yox idi. Hı-hı. Ona görə məndən bir üst rəhbərlə bu növbəli qrafikin detallarını öyrəndim. Ki, Hı-hı. məsələn, orada belə deyək, hər hansı bir məzuniyyətə çıxma varsa, əvəz etmədə necə saatlar növbələşməlidir. Sonra icazələr alınarsa necə növbələşməlidir, bunları öyrəndim. Hı-hı. Yeni qoşulanımız var. Bəli, bizim ilk sualımız budur ki, və öyrəndim. Nə öyrəndim? Səhvimdən nə öyrəndim? Əgər demək istəyirsinizsə, cavab vermək istəyirsə, buyurun. Sualı verən şəxs. Ümumiyyətlə səsi eşitmirəm. Amma mənim səsimi eşidirlər. Məncə siz, yəni səsim az gəlir, yoxsa yaxşı gəlir? Baxın, burada belə kommentlər var. Yəni mən şəxsən eşidirəm. Normaldır. Normaldır səsiniz. Yaxşı Yaxşıdır. gəlir. Eşitdik. Tamam, çox sağ olun. Yaxşı. Nəzir Xalid yazmışdı ki, səsi eşitmirəm. Yəqin ki, indi eşidə bilər. Pis gəlir səs yazanlar var. Məncə, əksəriyyətə yaxşı gəlirsə, o zaman siz bir öz bağlantınızı yoxlayardınız, zəhmət olmasa. Sualı təkrar eləyirəm. Bizim sualımız bu idi ki, səhv etdim və səhvimdən nə öyrəndim? Hal-hazırda öyrənməyə fokuslanırıq. Əgər cavab vermək istəyirsinizsə, Pərviz bəy, buyurun. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Səhv düzdür. Səhvi insanı öyrətmək üçündür səhvlər. Yəni insan səhv etməsi öyrənə bilməz. Hı-hı. İndi iş həyatında çox səhvlərim olur. Vallahi. Ən çox öyrəndiyiniz nə olub? Səhvin özünü deməyə bilərsiniz, amma nə öyrənmisiniz? Biz öyrənməyə fokuslanırıq. Bizə maraqlı olan səhv deyil, onun öyrənmə tərəfidir. Öyrənmək yəni çox dəqiq olmaq, yəni işində. Mən bunu öyrənmişəm. Hı-hı. Çox sağ olun. Arzu xanım. Sağ olun. Axşamınız xeyir. Mən bunu bizim belə deyək də müstəqil təcrübəmdən danışacağam sizə. Elmi dildə lesson learning deyilir buna, öyrənilmiş dərslər. Bu hansı ki beynəlxalq təcrübədə var. Mən öyrəndim ki, güclü analiz etmədən, yəni data analitikanın güclü olmadan qərar vermək olmaz. Yəni səhvi burada tam açıq demək istəmirəm, amma
qərar vermə səriştəliyini inkişaf etdirmək üçün, yəni onu gücləndirmək üçün mütləq şəkildə güclü data analitik olmalısan. Yəni analiz etməlisən ki, doğru qərar verəsən. Tamam, anladım. Təşəkkür edirəm Arzu xanım. Baxın, görürsünüz, konkret bir nəticə əldə etmişik. Hər hansı bir yanlışımız olub və oradan bir nəticə əldə etmişik. Gəlin o zaman təqdimatımıza geri qayıdaq. Yenidən ekranımı sizinlə share eləyim. Yəqin ki, ekranım görünür. Görünür. Bəli, bəli. Əla. Və keçirik öyrənmə və inkişaf nədir sualına. Biz burada bugün öyrənmə və inkişaf üzrə müzakirəyə yığışdığımıza görə öyrənmə və inkişaf nədir? Kim demək istəyir? Mən indi sizi görmədiyimə görə sizdən kimisə cavabı varsa səsləndirə bilər. Yoxdursa mən davam edəcəm. Fidan xanım, siz buradasınız. HR option'dan. HR option'dan. Bəli, Günel xanım, buyurun. Fidan xanım, mən sizdən bir xahişim olacaq. Mən ekranı görmədiyimə görə indi mən təqdimatı açmışam da. Aha, bəli. Əgər orada hər hansı bir komment varsa, kimisə sözü varsa, əl qaldırıbsa, siz mənə moderatorluqda kömək eləyərsiniz. Aha, bəli, kömək eləyə bilərəm. Tamam. Hal-hazırda Arzu xanım əl qaldırıbdı. O zaman cavab versin Arzu xanım. Mənim belə deyim də müşahidələrimə əsasən əvvəllər yəqin ki bilirsiniz, təlim inkişafı idi bu HR-da. Aha, bəli. Sonra dəyişildi, LND oldu, Learning Development oldu. Mənə görə indiki adı daha doğrudur. Çünki insan özü şəxsən də öyrənə bilər, şəxsi də öyrənib inkişaf edə bilər. Mütləq deyil ki, hansısa təlimi gedəsən. Misal üçün, bugün bizim bu sizinlə 1 saatlıq bir öyrənməmiz insana, şəxsən mənə nəsə qata bilər. Ona görə yəni, bunun adı öyrənmə, inkişaf daha yaxşıdır. Yəni, öyrənmənin bir çox növü var ki, bu təlim də ola bilər, self-study də ola bilər, əməkdaşlar arasında öyrənmə ola bilər və s. Yəni, mən bunu belə görürəm. Çox sağ olun. Təşəkkürlər. Başqa əlavəsi olan var? Yoxsa mən bunun, belə deyədəm, nə olduğunu qatılıram sizə. Təbii ki, öyrənmə və inkişafın o tarixi var da. Təlim baxıblar, təlim koordinatoru kimi baxıblar, təlimçi kimi baxıblar və s. müxtəlif adlardan gələ-gələ indi hal-hazırda öyrənmə və inkişaf olub bizim sahəmiz və bu sahə 2 hissədən ibarətdir. Öyrənmə və inkişaf. Hər ikisi də prosesdir əslində. Öyrənmə elə bir prosesdir ki, təcrübə, tədris, müşahidə yolu ilə, yəni bu vasitələrlə hər hansı bir qabiliyyətin əldə edilməsidir, biliyin əldə edilməsidir, hər hansı bir bacarığın əldə edilməsidir. Bəli. Üzrlü sayın sözünüzü kəsirəm. Buyurun. Asim bəy də əl qaldırmışdı. Tamam. Asim bəy o zaman fikrindisi. Salam, hər vaxtınız xeyir. Biznesin məqsədlərinə çatmaq üçün işçilərin inkişaf etdirilib, daha sonra o biliklərin onlardan tələb olunması. Öyrənmə inkişaf budur. Tamam, bəli. Şirkətlərdə öyrənmə düzdür. Biz indi ümumi olaraq öyrənmə və inkişafa baxırıq burada. Çox sağ olun. Növbəti slaytda elə sizin dediklərinizin demək olar ki, birə-bir qeydi olacaq Asim bəy. Və öyrənmə hissəsini bildik. Formal və qeyri-formal hissədən ibarət olur. Və bu bir prosesdir. Dayanmayan bir prosesdir. Bayaqları Arzu xanım idi, səhv eləmirəm, deyən ki, biz hər bir vasitədən öyrənirik. Əslində, bizi əhatə edən mühitdən öyrənirik, səhvlərimizdən öyrənirik, başqalarının düzlərindən öyrənirik, başqalarının səhvlərindən də öyrənirik. Qeyri-formal və formal üsullarla bunu əldə edirik. İnkişaf isə daha kompleks bir yanaşmadır. Əgər öyrənmə bizim hər hansı bir bacarığı əldə etməyimiz üçün A nöqtəsindən B nöqtəsinə qədər olan bir səfərdirsə, inkişaf bir səyahətdir. B nöqtəsindən sonra mən bu öyrəndiyimi hara çıxardacağam? Spiralvari bir səyahətdir. Yəni, biz bunu qururuq, bu prosesi qururuq və nəticədə bizim hansısa bir bacarığımız vərdişə çevrilir və bizim daha yaxşı ekspert olmağımıza səbəb olur, karyera inkişafımıza səbəb olur, hər hansı bir üstünlüklər əldə etməyimizə səbəb olur. Təşkilatlarda isə öyrənmə inkişaf deyəndə, bayaqları Asim bəyin dediyi kimi, bu işçilərin performansının ümumi biznes hədəflənməsi prosesidir.
Yəni biz öyrənmə və inkişaf mütəxəssisləri nə etməliyik ki, işçinin performansı şirkətin biznes strategiyanın hədəfinə bağlansın. Bir-biri ilə bağlı şəkildə onlara hansı bilikləri ötürməliyik, hansı bacarıqları ötürməliyik, nələrini gücləndirməliyik və hansı güclü tərəflərindən istifadə etməliyik. Təbii ki, bu kontekstdən çıxış edərək öyrənmə inkişafın məqsədləri var. Məqsədlər nələrdir? Təbii ki, bacarıq inkişafıdır, performansın inkişafıdır. Çünki nəticədə biz nə edirik? İşçinin bir performansı inkişaf edir. Öyrənmə mədəniyyətinin formalaşdırılmasıdır. Baxın, yoldaşlarım, bu çox önəmlidir. Öyrənmə mədəniyyətini biz formalaşdırmadan hər hansı bir bacarıq inkişafı, performans inkişafından danışmağımız olaraq atdığımız güllələrin boşuna getməsi deməkdir. Ona görə əslində görəcəyimiz ilk iş, biz səhvlər slaydlarında da buna toxunacağıq, öyrənmə mədəniyyətimizi bir yoxlamaqdır ki, biz necə öyrənənlərik? Varmı bizdə o mədəniyyət? Yoxsa yoxdur? Bağlılıq və motivasiya, müəyyən qədər biz işçi bağlılığına employee engagement deyirik, işçi bağlılığı və əməkdaşların motivasiyasına da təsir edən elementləri özümüzdə əks etdiririk və şirkətin təbii ki, strateji məqsədlərinə çatdırılmağına dəstək oluruq. Bu ən aşağıda olsa da, bu bünövrədir. Yəni bizim işimizin əslində bünövrəsi budur. Biz nə etməliyik ki, nəticədə şirkətin strateji hədəflərinə çatmış olaq. İndi burada belə bir sual yaranır. Biz öyrənmə inkişaf mütəxəssisləri olaraq, mən istəyirəm ki, bunu bir dənə əvvəlcə hayd eləyə bilmirəm. İstəyirəm ki, əl qaldırasınız. Neçə nəfərimiz öz şirkətimizin öyrənmə və inkişaf, daha doğrusu öz şirkətimizin strategiyasını bilir. 2025 bitir, amma bitsə də 2025 strategiyasından agahdır. Neçə nəfərimiz? Əl qaldıranları görürəm. Tamam. Amma biz agah olmalıyıq. Yəni biz burada nə görürük? Biz görürük ki, heç də həmişə bu proseslərdən bizlər agah olmuruq. Bilmirik ki, nə baş verir. O tərəflərdə nə baş verir. Düzdür? Amma agah olmalıyıq. Bu yerdə sualı olan var? Fidan xanım, yoxdur sual. Sizdən soruşacağım. Xeyr, Günel xanım, yoxdur. Chatdə hər hansı bir qeyd yoxdur. Chat hissəsində. Xeyr. Yoxdur. Əla. Tamam. O zaman keçirəm növbəti hissəyə. Ən çox edilən səhvlər. Öyrənmə və inkişafda ən çox edilən səhvlər. QR kodu oxutmağınızı xahiş edirəm telefonlarınızla və bir 5 dəqiqə vaxt sərf eləyək. Sizə görə öyrənmə və inkişafda ən çox edilən səhvlər nələrdir? Onu bir qeyd eləməliyik. Bəli. Slayd dəyişməyib deyə biz görə bilmirik. Mən görə bilmirəm QR kodu. QR kodu heç kim görmürmü? QR kod görünmür, bəli. Tamam. Xeyr, görünmür. Bircə dəqiqə. O zaman İndi onu... görünür. İndi görünür. Düzəldi. Görünür? Bəli. Bəli. Tamam. Oxuda bilirsiniz də o zaman. Oxudun, zəhmət olmasa. Mən telefonla qoşulmuşamsa oxuda bilməyəcəm də, yəni notebookla açıq deyil mənim. Tamam, o zaman biz bunu həmən başqa cürdə eləyək. Sizin üçün rahat olsun deyə. Oxuda bilməyənlər hər hansı bir səbəbdən mən indi chat hissəsinə yox, bu deyil. Bir dəqiqə. Yox. Bircə dəqiqə mən chat hissəsini eləyirəm indi. Hadi. Baxın, görün, gəldi mi link?
Linki göndərdim. Görün gəldimi? Bəli, bəli, gəldi. Bəli, gəldim. Tamam. O zaman o linkdən istifadə edin. Hələ ki 9 cavabımız var. 10 oldu. Hələ 15 nəfər cavab verib. İki dəqiqəyə yekunlaşdıraq. Cəmi 19 nəfərin cavabı var amma bu arada. Bir dəqiqəyə yekunlaşdıraq. Yəqin ki ekran görünür. Görünürmü? Bəli. Sorğu nəticələrini yəqin ki görürsünüz. 26 nəfərin cavabı var. Və biz nə görürük? Ən çox edilən səhv onsuz da ödənişi şirkət ödəyir. Gələn hamı təlimə gəlin qatılaq. Təlimdən sui-istifadə eləməkdir. Öyrənməli, nəyə öyrənməliyik onu dəqiq bilmirik. Hamıya eyni təlimi təklif etmək.
işçilərin motivasiyasını nəzərə almamaq. Çox yaxşı məsələlərə toxunulub burada. Biz bəzi məsələlərə burada bugün toxunacağıq, bugünkü master klassımızda. Bir nəfərimiz yazıb ki, səhv çox tanınsın deyim. İndi görün biz nə vəziyyətdəyik ki, öyrənmə inkişafın bir çox səhvləri var və onu dilə gətirə bilmirik. Biznes strategiyasını bilmədən biz ya təlimə qatılırıq, ya da təlimi özümüz təşkil edirik. Özünü analiz, əməkdaşları tanımaq, ehtiyaclar, məqsəd, yenə diqqətsizlik, ehtiyaclar qeyd olunub daha çox burada. Təlim nəticələrinin düzgün ölçülməməsi, rəhbər ilə biznes ehtiyacının prosesə cəlb olunmaması çox yaxşı məqamdır bu. Yəni, və s. Demək olar ki, qeyd elədiyimiz məsələlərin çoxu tərzini bilmirik. Baxın, birimiz hətta yazmışıq ki, məqsəd yoxdur, təcrübə və tətbiq mərhələsi gözdən qaçır, fərdiləşdirmə olmur, hər kəsə eyni yanaşılır, yəni geri bildirim, ölçmə olmur. Burada yəqin ki, Kirkpatrickdən və yaxud digər dəyərləndirmə modelindən danışılır. Mədəniyyət və lider dəstəyindən istifadə edilmir və yaxud unudulur. Çox sağ olun, sorğuda iştirak etdiyinizə görə. Slaydımıza. Sorğu burada bitmişdir. Mən slaydı açım. Yəqin ki, görürsünüz slaydı. Slaydım görülür. Bəli, QR-la olan slayd. Əla. İndi bu QR-ın yanına ən çox edilən səhvləri açaq. Təlim ehtiyacının düzgün təyin etməmək. Bizim bir müddət öncə elə HR option'da bir təlimimiz olmuşdu. Təlim ehtiyaclarının müəyyən edilməsi ilə bağlı və biz orada qeyd eləmişdik ki, əslində prosesin, öyrənmə və inkişaf prosesinin özəyi bu ehtiyaclarda dayanır. Çünki biz onu necə müəyyənləşdiririksə, hansı üsullarla təyin ediriksə, bütün bizim ilimiz onun üzərində qurulur. Və orada da qeyd eləmişdik ki, əslində təlim ehtiyacı bir dəfə müəyyənləşmir. Bunun özü də bir prosesdir. Bəli, bir dəfə müəyyənləşir ki, 2026-cı ildə bizim hansı istiqamətlərimiz olmalıdır və ona təsir edən amillərdən biz danışmışdıq ki, siz də burada müəyyən məsələləri vurğulamısınız əslində ən çox edilən səhvlərdə ki, biznesin özüdür, strategiyanın özüdür, hədəfləri bilməməkdir və s. Eyni zamanda performansdan irəli gələn səriştə boşluqları və s. kimi məsələlər var ki, bunların hər biri ehtiyacları formalaşdırır. Bunun üzərində qurulan, belə deyək, 2026-cı ildə biz qurduq, mövzularımızı müəyyənləşdirdik, istiqamətimizi bildik. Amma ehtiyacın müəyyənləşməsi burada bitmir. Ehtiyacın müəyyənləşməsi bir də biz təlim proqramını hazırlayarkən yenidən gündəmə gəlir. O zaman biz nə edirik? Baxın, sizin orada çox gözəl qeyd elədiyiniz məsələ var idi. Rəhbərlərin prosesə cəlb edilməsi. Yenidən o proqramı götürürük, rəhbərlərin yanına gedirik. Deyirik ki, baxın, biz bu əməkdaşlar üçün bundan söhbət gedirsə, sizin departamentin bu ilki hədəfinə nə qədər uyğundur? Bu əməkdaşın bu boşluqları var. Siz də razısınız mı? Razılaşırıq, bir daha əl sıxışırıq. Bu əl sıxışma məsələsi gedəndən sonra artıq təlimi hazırlayırıq, ərsəyə gətiririk və koordinasiya edib həyata keçirməyə başlayırıq. Və sonradan təlim prosesində keçirilən məzmunun, əldə edilən bacarıqların həmin o qoyulmuş ehtiyacın nə olduğunu hər dəfə yoxlamalı oluruq. Və bu kimin məsuliyyətidir? Bizim. Biz sahiblənməliyik, öyrənmə inkişaf mütəxəssisləri olaraq. İkinci səhv, sizin də qeyd elədiyiniz kimi, biznes strategiyası ilə əlaqəsiz təlimlər. Yaxşı, burada sual var. Biz nə edə bilərik ki, biznes strategiyasını istəyir? Heç kim cavab vermək istəmir. Güdan xanım, əlini qaldıranlar var, yoxsa? Səsiniz qırıldı. Sualı təkrar edə bilərsiniz.
Biz nə edə bilərik ki, Xeyr. anladım. Biz nə edə bilərik ki, öyrənmə və inkişaf daha doğrusu şirkətin biznes strategiyasından biz də məlumatlı olaq. Öyrənmə inkişaf nə etməlidir bunun üçün? Kimsə deyəsə əl qaldırdı. Arifin bəy, Buyurun Arifin bəy Arifin əlini bəy. qaldır. Birinci olaraq bizə olan etimadı doğrultmalıyıq ki, həmin biznes prosesləri bizimlə bölüşsün. Əgər biz etimadı doğrultmuruqsa, konfidensiallığı qoruya bilmiriksə, bu proseslər heç vaxt bizimlə bölüşülməyəcək. Çünki Tamam. bu rolda bizim bir faydamızın olmağına inanmalıdırlar ən birinci. Yaxşı, o zaman siz deyirsiniz ki, biz etimadı doğrultmaq üçün məxfiliyi qorumalıyıq. Yəni bizə verilən Tək məxfilik, məlumatların başqa nə tək etməliyik? məxfilik ən birinci etimadı doğrultmalıyıq. Əsas olan odur. Necə? Çünki biznes strategiya üçün güvənli bizimlə strategiya bölüşməlidirlər. Biznes Necə? anlayışımız olmalıdır. Bizim biznes Biznes anlayışımız olmalı. anlayışımız olmalıdır. Yəni bunu istənilən Aha. məqamda göz önünə çatdırmaq olur. İstər işə qəbulda olsun, istər təlim keçən zaman, istər adaptasiya, istərsə də hər hansı bir işçilərlə bağlı rəy verən zaman Hı. biznesə fokuslanan rəylər veririksə, bunu avtomatik rəhbərlik hiss eləyir. Hı. Yaxşı, maraqlı məqama toxundunuz yenə. Təşəkkür edirəm. Bəli, biz etimadı doğrultmalıyıq, biznesin içində olmalıyıq, biznesi anlamalıyıq. Bunun üçün biz mütəmadi olaraq rəhbərlərlə, ərazidəki əməkdaşlarla onların öyrənmə və inkişaf tərəfdaşı olduğumuzu onlara hiss elətdirməliyik. Görüşlər keçirtməliyik. Hər hansı bir məlumatları onlarla paylaşmalıyıq. Onlardan aldığımız rəyə əsasən öz öyrənmə inkişaf strategiyamızı və işimizi ona uyğun qurmalıyıq. Etdiyimiz işləri hala gətirib, bu etdiyim təlim biznesə necə təsir etdi, onu ölçərək, təhlil edərək, onu rəhbərliyə göstərməliyik. Məsələn, mənim təcrübəmdə elə bir hal olub ki, işlədiyim şirkətlərin birində, ad çəkməyəcəm, bir proqramım var idi, hansı ki, rəhbərlərin orta və yuxarı təbəqə rəhbərlərin inkişafına yönəlmişdi. Onu bağlamaq istəyirdim ki, bir dəfə keçirildi, daha ehtiyac yoxdur və s. Biz Kirkpatrick üsulunun 4 mərhələsini də orada ölçmüşdük. Göstərəndən sonra rəhbərlik həmin o proqramı yenidən açdı. Açmağa icazə verdi, maliyyələşdirdi və s. Yəni ki, data analitik də olmalıdır öyrənmə və inkişaf mütəxəssisləri. Hansı datanı necə təqdim etməlidir, bunu da bilməlidir. Harda hansı məlumatı götürüb, onu necə göstərməlidir, bunu da bilməlidir öyrənmə inkişaf mütəxəssisləri ki, o etimadı doğrulda bilsin. Təşəkkür edirəm. Üçüncü, yanlış, bayaqları sizin də qeyd elədiyiniz məsələ var idi ki, biz öz öyrənənlərimizi tanımırıq. Yetkin öyrənmə prinsiplərini nəzərə almamaq. Biz unutmamalıyıq ki, biz şirkətdə çalışan əməkdaşlarımız ən gəncdir. Biz onlara nələrisə, hansısa öyrənmə mexanizmlərini verəndə, böyüklərin öyrənmə prinsiplərini əsas götürməliyik. Böyüklərin də öyrənmə prinsipinin o ana xətti bilirsiniz nədir? Təcrübəyə əsaslanan. Bu mənə nə verəcək? Təcrübəyə qırılır, yoxsa Bəli, bəli, qırılırsınız. çox qırılır? İndi səsim gəlir. Gəlir, gəlir. Tamam, ümid eləyək ki, mən mikrofonu çəkdim. Ümid eləyək ki, indi daha yaxşı gələcək, qırılmadan gələcək. Keçirik 4-cü səhvə. Ölçməmək və nəticəni izləməmək. Əslində, bu bayaqları dediyimiz o etimad məsələsinə də gətirib çıxardır və ən birinci səhvimiz var idi. Deyirdi ki, təlim ehtiyaclarının düzgün təyin edilməməsi məsələsi. Biz təlim ehtiyaclarını təyin elədik, təlimə başladıq və yaxud hər hansı bir öyrənmə prosesinə başladıq. Burada nə baş verir? Biz, mənə deyirlər ki, səsim qırılır. Səsim yenə qırılır. İnternetdən də. Amma internetə mən hal-hazırda bir çarə edə bilmirəm.
Mən daha yavaş danışmağa çalışacağım. Çünki deyəsən internet mənim Tamam. Deməli, dördüncü ölçmə və nəticəni izləməməkdir. Biz etdiyimiz fəaliyyəti ölçmüriksə, nəticələrini izləmiriksə, bundan sonra nə oldu, nəyə təsir etdi, nə fərq yaratdı, bu sualları cavablandıra bilmiriksə, o zaman effektivliyi ya olmur, ya yoxdur. Ya da ki, varsa belə bu görsənmir. Biz hər zaman təlimlərin effektivliyini ölçməliyik. Bunun da xüsusi metodologiyaları var və öyrənmə inkişaf kurslarının içərisində, ümumiyyətlə öyrənmə inkişaf mövzusunun içərisində kifayət qədər bununla bağlı çox yaxşı məlumatlar, materiallar var. Və 5-ci səhv mədəniyyət və dəyişiklik. Bu nə deməkdir? Bizim bayaqlarda biz demişdik, öyrənmə mədəniyyətini formalaşdırırıq biz. Öyrənmə inkişaf komandası ekspertləri olaraq. Əgər şirkətdə öyrənmə mədəniyyətimiz və yaxud heç yoxdursa və yaxud bilmirik var, yoxsa yoxdur, o zaman bizim hər hansı bir alətləri, hər hansı bir gətirməyimiz, onların effektivliyindən danışmağımız boşunadır. Biz bunu sadəcə olaraq düşünməyimiz üçün verilən sualdır. O suala cavab istəmirəm mən. Bizim nə qədərimiz bilirik ki, bizim öyrənənlərimiz şirkətdə neçə faizi görərək öyrənəndir, neçə faizi eşidərək öyrənəndir, neçə faizi edərək kinestetik öyrənənlər deyirlər, kinestetik öyrənəndir. Yəni, biz heç bunu ölçmüşükmü ümumiyyətlə çalışdığımız fəaliyyətdə? Amma ölçsək, İnandırıram sizi ki, etdiyimiz o təlimlər ki var, öyrənmə platformalarının ki gətirilməsi var şirkətə, nə böyük effekt verəcək, ondan daha effektiv istifadə edə biləcək ki, biz öz əməkdaşlarımızı tanıyaq. Bunun üçün də biz onların öyrənmə inkişaf tərəfdaşına çevrilməliyik. Çevrildiyimiz zaman, biz onları tanıdığımız zaman onlara daha faydalı alətlər, inkişaf alətləri təqdim edə bilirik. Və əslində bizim burada danışdığımız bu 5 səhv bilinən səhvlərdir. Göz önündə olan səhvlərdir. Bu yerə qədər sualı olan var? Susur. Deyəsən, sualı olan yoxdur. Burada nəsə var? Bəzən itir şəbəkə, indi yox yazıblar. Eşidilmir ara. Tamam. Yoxdursa, mən keçirəm növbəti slayda. Növbəti slaydım gəldi. Bilinməyən yanlışlar adlanır. Xeyr, gəlmədi. Gəlmədi. O zaman gözləyək ki, gəlsin. Bilinməyən yanlışlar ümumiyyətlə bu da öyrənmə və inkişafa aid olan bir hissədir. Biz indi bayaqları sizinlə bilinən yanlışlardan danışdıq və əslində onlar indiki dünyamızda öyrənmə və inkişafda olmaması gərəkən yanlışlardır. Yəni, əgər indi biz deyiriksə ki, təlim ehtiyacları düzgün təyin olunmayıb, onda biz deməli öyrənmə və inkişafın əlifbasının ən başlanğıc səviyyəsindəyik. Və yaxud deyiriksə ki, öyrənənlərimizi tanımırıq, o zaman yenə də ən başlanğıc səviyyəsindəyik. İndi gəldim slayd. Fidan xanım, slayd görünür. Hələ də görsənmir burada. Hələ də görsənmir. Maraqlıdır. Amma məndə görünürdü. O zaman mən Aha, tezdən... indi gəldi. Mən amma stop elədim. Çünki səbirsizəm. Necə? Gəldi, narahat olmayın, gəldi. Amma indi də getdi. Çünki bağladım slaydı. Tamam, indi tezdən share eləyirəm. Bəli, bizim onlayn şeylərimizdə də bu cür nə maraqlı məsələlər olur. İndi görünməlidir. Görünürmü? Bəli, görünür. Əla. Bəli, görünür. Əla. Deyirik ki,
yanlışlardan biri təlimin emosional enerjisini nəzərə almamaqdır. Biz insanlarla işləyirik. İnsanlar rasional varlıqlar o qədər, həm də emosional varlıqlardır. Ona görə bizim çox gözəl təlimimiz ola bilər, çox gözəl təlimçimiz ola bilər, möhtəşəm məzmunumuz ola bilər, bütün alətlər, hər bir şey yerindədir. Amma iştirakçılarımızın 50% tükənibsə, o təlim effektiv olmayacaq. İştirakçılarımızın 60% həvəssizdirsə, işə gəlib getməkdən həvəssizdirsə, o təlim effektiv olmayacaq. Gələcəklər sadəcə olaraq ən yaxşı halda, gedəcəklər sadəcə olaraq gəlib getmək naminə o tik üçün gələcəklər, gedəcəklər və təlim effektiv olmayacaq. Bunu necə aradan qaldıra bilərik? Sizcə? Danışıqlarla iştirak hər bir şəxslə ayrı-ayrılıqda. Ayrı-ayrılıqda danışıqlarla. Yaxşı. Nə danışacağıq? Nə üçün danışırıq iştirakçılarla ayrı-ayrılıqda? Məncə belə deyək də, elə belə yəni çağırasan, söhbət eləsən, işi necə gedir, işlə maraqlanasan, nəsə bir narahatçılığı varsa, yəni belə bir formada yavaş-yavaş, yəni kabinetə, yəni ki, elə bir dost kimicəsinə də məncə. Yaxşı. Başqa Yəni ki, əlavə əməkdaşda da narahatçılıq formalaşmasın. Tamam, anladım. Çox sağ olun. Əlavə fikir olan var? İşlədiyim şirkətlərdən birində bir təlim təşkil eləmişdik, rəhbər heyəti idi və təlim iş saatlarının müəyyən bir vaxtını alırdı və hətta işdən sonraki vaxtı da alırdı. O vaxt aralığında rəhbərlərdən biri mənə dedi ki, biz iş saatlarımızın da, sonraki saatlarımızın da böyük bir qismini buna sərf edəcəyik. Mən çox istəyirəm ki, bu bizə faydalı alətlər versin. Deməli, adamın narahatçılığı var ki, bu mənə bir informasiya idi da. Adamın narahatçılığı var ki, alətləri görməyəcək orada. Ya birinci təlimdə onu görməyib, ya da ümumiyyətlə narahatdır bu prosesdən. Mən nə etdim? Mən təlimçi ilə danışdım və biz təlim müddətində nəinki aləti demək, hətta o alətlərdən etmək ilə bağlı istifadə və təlimdən çıxandan sonra artıq heç olmasa bir və ya iki alətlə bizim rəhbərlərimiz təlimi, yəni kursu bitirmiş oldular. Burada həmin onun emosional enerjisini anlamaq nəyə kömək elədi? Təlim ona necə hiss etdirir? Vaxt itkisi kimimi hiss etdirir? Baxın, həmişə təlimlərimizi təşkil edərkən bu sualı özümüzə verək ki, bu təlim mənim iştirakçıma nə hiss etdirəcək? Və yaxud elə bir şirkət təsəvvür edin ki, şirkətdə böyük bir dəyişiklik prosesi gedir və insanlar çox çalışırlar, həddindən artıq çalışırlar. Az qalırlar 7-24 moduna keçsinlər, yəni o formata keçsinlər ki, o dəyişiklik deyilən zamanda baş tutsun. Və təlim proqramı gəlir və o təlimdə də iştirak eləməlidirlər. Əslində təlim proqramının niyyəti onlara o prosesdə daha çevik hərəkət etməyi öyrətməkdir. Amma insanların vaxtı gedir axı buna. Biz bunu onlarla daha əvvəldən kommunikasiya eləsək ki, baxın, biz bilirik ki, sizin bu proseslərə bu qədər vaxtınız gedir. Amma bu təlimdə siz, hədəf odur ki, A, B, C-ni öyrənməklə sonra siz öz vaxtınızı bu qədər azalda biləcəksiniz. Bu prosesdə sərf elədiyiniz vaxtı. Onda iştirakçılar daha motivə edilmiş təlimə gələ biləcəklər. Ona görə də biz mütləq şəkildə əməkdaşlarımızın emosional enerjisini nəzərə almalıyıq. Təlimə gəldikləri zaman, ora qatıldıqları zaman, iştirak etdikləri zaman. İkinci məsələ, bacarıqdan çox davranışa fokuslanmaqdır. Biz deyirik, pozitiv olmaq lazımdır, işi tamamlamaq lazımdır və çox sevdiyimiz sözlərdən biri, agile olmaq lazımdır, çevik olmaq lazımdır. Əla, necə? Təlimdə əgər onun necəsini veriksə, emosional intellektin o elementləri var da, özünü tanıma, emosiyaları idarə etmə, özünü motivasiya etmə. Baxın, burada dayanıb
özünü motivasiya edərək necə pozitiv olmaq olar. Kimi alətləri veririksə, o zaman əla. O davranışı da belə deyək də qeyd edə bilirik. Yox, əgər biz onları qeyd eləmiriksə, o zaman bacarıqlara vurğulamırıqsa daha doğrusu, o zaman yalnız davranışa fokuslanmış təlim və yaxud inkişaf proqramı və yaxud hər hansı bir fəaliyyətimiz bizim günün sonunda uğursuz olacaq. Yəni biz ondan hər hansı bir şey əldə etməyəcəyik. Təlim platformasını məqsəd kimi görmək. Təlim platforması deyəndə mən LinkedIn, Udemy Business, müxtəlif LMS platformaları, bunları nəzərdə tuturam. Biz ondan nə kimi istifadə edirik? Bu bizim məqsədimizdir ki, bu qədər adam bu platformadan istifadə etsin. Yox. Bu qədər adam istifadə etsin. Nə üçün istifadə etsin? Məsələn, Coursera, bizim dövlət Courseradan istifadə edərək vətəndaşlara ondan faydalanmaq imkanı verir. Mən inanıram ki, siz özünüz də, şirkətlərdə də bu platformadan istifadə etmişsiniz. Onu necə koordinasiya etmişsiniz? Bir nəfərin təcrübəsini eşitməyərdim. Eşitdiyimiz o pulsuz verilən o platformanı şirkətdə İldə bir dəfə istifadə olunur. Sizin səsiniz qırılır. Tam sualınızı başa düşmədim. Coursera mən təlimdən keçmişəm bu il. Dövlət tərəfindən olunan 17 bir ay vaxt verilib ki, ildə bir dəfə şansımız var. Bir ay istədiyiniz sahəniz təlimlərdən pulsuz sertifikat əldə edə bilərsiniz. Yəni qeydiyyatdan keçib imtahanlarını verib. Mən bu yay tətilimdən istifadə etdim. HR sahəsində 17 təlim əldə etdim. Sertifikat hətta LinkedIn-də də paylaşdım. Çox həqiqətən də çox bacarıqlar əldə etdim. Yəni Courseradan əldə etdiyim təlimlər vasitəsilə. Yəni bu ildə bir dəfə şans verildi, onu da əldə etdim. Anladım. Yaxşı. Bəs şirkətinizdə bunu əldə edənlər olubmu? Onu işıqlandıranlar olubmu? Yəni şirkətinizdə bunu siz əldə etdiniz, kimsə işıqlandırdı ki, bizdə bu xanım bu Courseradan istifadə etdi və bunu bu kimi belə deyək də biliklər əldə etdi. Necə sualınız neydi? Başa düşmədim. Şirkətdə bunu yayımlayan oldu mu? Kommunikasiya edən oldu mu? Yox, xeyr. Çünki səbəbi də oldu ki, mən şirkətdən çıxdım bu ay. Ona görə yox, yayımlayan olmadı. Olsa da yox, xeyr, alınmadı. Tamam. Anladım. Təşəkkür edirəm qeydinizi paylaşdığınız üçün. Əslində təlim platformaları bizim alətimizdir. Hədəfə çatmaq üçün bizə verilmiş üsuldur, vasitədir. Biz öyrənmə mədəniyyətini formalaşdırmaq, hər hansı bir bilik və yaxud bacarıqları etdirmək üçün istifadə edirik. Bunu da məsələn bizdə Udemy Business var və biz bundan necə istifadə edirik? Hər bir əməkdaşın həmin strukturun illik hədəfinə uyğun olaraq, əməkdaşın performans göstəricilərinə uyğun olaraq öyrənmə xəttini formalaşdırırıq. Öyrənmə xəttinə müəyyən mövzu və onun o birbaşa rəhbəri ilə də onu razılaşdırırıq. Daha sonradan biz onun öyrənmə xəttinə başlayırıq dəstək olmağa. Həftəlik hədəflər qoyuruq, bu qədər saat oxu, bu kursları keç, müəyyən yalnızca Udemy-də deyil, əlavə vasitələr də qoyuruq. Onun göstəricilərinin onun ulduzlarımız bunlardır. Flankəslər bu məsələləri öyrəndilər. Və bunun vasitəsilə biz nə edirik? Bunun vasitəsilə biz öyrənmə mədəniyyətini formalaşdırırıq. Fidan xanım deyir ki, səsim qılır.
Amma məndə internetim tam xətt göstərdiyinə görə hal-hazırda bilmirəm ki, necə edim. Ya da İstəyirsiniz qırılır. Günel xanım, Bəli. Günel xanım, bəlkə kameranızı bağlayasınız, o da ola bilər. Tamam. Kameramı bağlayıram. Kameramı bağladım. Ümid edirəm indi səsim daha İndi yaxşı gələr. Bəli, İndi bəli, gəlir. gəlir. Əla. Davam edirik. Slayd görünürmü? Bəli, bəli, görünür. Görünür. Danı itirmək. Biz bayaqdan bilirdik ki, əslində təlim nəticələri və amma onu da o qədər etməməliyik ki, mənanı itirək. Bu nə deməkdir? Biz nə qədər öyrəndi deyil də, neçə nəfər təlim, nə fərq yaratdı, neyi fərqli etdi? Baxın, bu sualın cavabını əslində tapmalıyıq. Neyi fərqli etdi, biznesə nə qədər təsir etdi, performansında nələr dəyişdi? Bu sualların cavabını tapanda bizim artıq öyrənmə mədəniyyət fərqlərini anlamamaq, standart təlim dizaynını və yaxud standartı görməmək. Bu nə deməkdir? Yaş fərqimiz var, öyrənmə texnikaları fərqimiz var ki, bu əslində bilinən səhvlərin içərisində də var idi. Amma ərində yatmış bəzi nədir? Biz düşünürük ki, hamı eyni cür öyrənir. Eyni cür öyrənirsə, o zaman eyni təlimi hamıya eyni tərzdə verə bilərik. Yox. Məsəl üçün, bizdə bir təlim mövzusu var idi. Biz onu 50 plus əməkdaşlar üçün bir tərzdə hazırlamışdıq. Tutanlar üçün bir tərzdə hazırlamışdıq. 30-dan aşağı olan əməkdaşlar üçün də fərqli bir tərzdə hazırlamışdıq. Çünki gənc nəsil daha sürətli öyrənim və maraqlı gəlsin mənə sualı ilə gəlir. Yaşlı nəsil isə bu mən necə edim? Telefonla səsimi açım. Çox qırılır səsim deyirlər mənə buradan. Telefonla da mı qoşulum deyirsiniz? Fidan xanım, telefonla da qoşulum. Bəli, Günel xanım. Deməli, telefonla səsinizi açın. Ekran paylaşma ilə kompüterdə qalsın. Yaxşı. Nə qədər insanların vaxtını aldıq. Okey. Belə edək. Bir dəqiqə. Burada amma yükləməyi istəyəcək. Düzdür, Fidan xanım?
Üzürlü sayın yoldaşlar, texniki problemlər hər zaman ola bilir. Maksimum 2 dəqiqə ərzində alınacaq. Mənim sesim gəlirmi? Bəli, səs gəlir. Tamam. Ekranı yenidən paylaşıram. Ekranım da görünür. Görünür. Əla. O zaman gəlin bunları tez növbəti mərhələyə keçək. Biz dedik ki, müəyyən hissələrdən danışdıq. Burada önəmli olan məsələlərdən biri də bilinməyən yanlışların içərisində öyrənmə inkişafla performans idarə etməsinin bir-birini rəqib kimi görməsidir. Bu nə deməkdir? Bu o deməkdir ki, bəzən performans nəticələri aşağı olan əməkdaşlar olduğu zaman biz deyirik ki, təlim deməli yaxşı işləmir. Onlar düzgün istiqamətləndirilmirlər və s. Bunu tərsinə çevirmək üçün əslində biz anlamalıyıq ki, bizim ana bazamız, informasiya bazamız performans nəticəsidir. Günelin bu il performans nəticəsində data analitika göstəriciləri aşağı çıxıb. Aşağı çıxıbsa Günelə müəyyən bir öyrənmə inkişaf hədəfləri qoyulub və o inkişaf elətdirilib. Növbəti ildə yenidən performans göstəricilərində Günelin hədəfi heç olmasa 1 dərəcə belə yuxarı qalxıbsa, bu artıq öyrənmə inkişafın uğurudur. Həm də öyrənmə inkişafın uğurudur. Ona görə də performansla öyrənmə inkişaf bir-birindən əməkdaşlıq eləməlidir. İlk olaraq performans öyrənməyə məlumatları ötürməlidir. Daha sonra da performans tərəfinə müəyyən məlumatları ötürməlidir ki, bu əməkdaşdan bu işlər görüldü və yenidən onun yoxlanmasında fayda var deyə.
Əməkdaşlıq şəraitinə getdiyi zaman bu aradakı qopuqluq aradan qalxır. Şirkətdə hansısa bir, ümumiyyətlə şirkətdə deyil, dünyada çox böyük dəyişikliklər prosesi gedir və bu dəyişikliklər çox sürətli gedir. Həddindən artıq sürətli gedir. 2 il əvvəl məsələn AI-dan danışırdıqsa, indi AI-ın elə bir səviyyəsindən danışırıq ki, insanlar o sürətə yetişə bilmir. Bu da bizim öyrənmə sürətimizə, öyrənmə mədəniyyətimizin hansı səviyyədə olmasına təsir eləyir. Biz öyrənmə inkişaf mütəxəssisləri olaraq elə eləməliyik ki, elə təlim, inkişaf proqramları dizayn eləməliyik ki, dəyişən dünyanın reallıqları ilə uzlaşa bilsin. İndi hal-hazırda uzun-uzadı təlimlər, uzun-uzadı leksiyaların dövrü keçib. İndi hal-hazırda çox qısa, çevik, hər hansı bir informasiyanı əldə edən mexanizmlərin dövrüdür. Amma bu o demək deyil də, tutalım ki, yarım günlük, tam günlük təlimlər də geridə qalır. Yox, ona da ehtiyac var, amma ona olan ehtiyac digərin daha çox deyil, daha azalıb. Hər gün deyil, ayda bir dəfədir. Yəni, bu fərqi anlayıb, bu nəbzi tuta bilən öyrənmə inkişaf mütəxəssisləri daha uğurlu ola bilir günümüzdə. Və təlimə image kimi yox, real bir vasitə kimi baxmaq lazımdır. Bir çox şirkətlər təlimə image formasında baxır ki, bu mənim imicimdir, qəşəng təlimlərə göndərim, yaxşı səslənən, məsələn, master klasslarda mənim əməkdaşlarım iştirak eləsin, hər hansı bir konfranslarda iştirak eləsin və onu ilə də prosesləri, öz işimi bitmiş hesab edeyim. Amma günün sonunda o iştirakçı öyrəndi mi? Bu sualı verən varmı? Baxın, burada önəmli olan ana xətt suallardan biri budur ki, əməkdaş nə öyrəndi, əməkdaş nə əldə elədi, nə oldu nəticədə, nə dəyişdi, biznesə nəyi fərqli cür edə bildi? Sualı olan var? Fidan xanım, buradasınız? Bəli, Güney xanım, sualı olan yoxdur hələ ki. Sualı olan yoxdur. O zaman keçirəm növbəti slayda. Yanlış gözləntilər slaydını açmışam. Görünür? Bəli, bəli. Əla. Bizdən yanlış gözləntilər də var. Onlardan biri odur ki, hər bir şeyi edən mədəniyyətin qurulmasını istəyirik. Biz özümüzdə. Savadlı, amma yanlış strategiyadır. Bu nə deməkdir? Hamı hər şey öyrənir, amma dərinə ekspert olmur. Nəticədə generalist HR deyirik, ümumiləşmiş bir komandalar formalaşır. Amma bizə ümumi hər şeydən agah olan mütəxəssislərlə bərabər, eyni zamanda bir sahəni də dərinə bilən ekspertlərə də ehtiyac var. Ona görə də biz hansısa fəaliyyətlərimizi edərkən, orada bütün məlumatlar olsun, hər məlumat olsun deyil də, məlumatlardan biraz ola bilər, amma bir məlumatı tam dərinlə öyrənməyə fokuslanmalıyıq. Təlimçilər və yaxud təlim komandası hamıya uyğunlaşmalıdır yanaşması. Hamını razı salmalıyıq. Bizdən bunu istəyirlər. Nəticədə nə olur? Təlimin strukturu itir, müəyyən zövqlərə görə belə deyək də təlimlər hazırlanır, amma əsas ana xətt, yəni biznesin hədəfi unudulur, geridə qalır. Bu olmasın deyə bizim təlimlərimizin təşkil elədiyimiz vasitələrin, fəaliyyətlərin özünün də bir strategiyası, formatı və sistemi olmalıdır. Və biz bu sistemdən kənara çıxmamağa çalışmalıyıq. Bəli, sistemi hazırlayarkən əməkdaşlarımızın öyrənmə tezliyini, öyrənmə mədəniyyətini, öyrənmə ardıcıllığını və s. bilməliyik. Amma hamını 100% razı salmalıyıq deyə bir məsələ yoxdur. Öyrənmə inkişaf özünü bəzən PR departamenti kimi aparır. Çox gözəl dizayn, təqdimatlar, şəkillər və s. olur. Amma günün sonunda nəticə olmur. Sadəcə olaraq görüntü naminə edilən təlimlər olur. Daimilik illüziyası. Biz düşünürük ki, elədiyimiz hər hansı bir məsələ daimi, amma belə deyil. Dünya dəyişir. Dəyişməyən tək yeganə məsələ dəyişikliyin özüdür deyib
adesiz. Ona görə də öyrənmə hər zaman dəyişikliyinə uğrayır. Bugün biz bu vasitə ilə hər hansı bir informasiyanı çatdırırdıqsa, sabahsı gün bu vasitə artıq A vasitəsi kifayət eləməyəcək. Ora B vasitəsini də gətirməli olacağıq. Və öyrənməyə böyük seyirli dəyənək kimi çox vaxt baxırlar da təlimə. Mən hər zaman görüşlərə gedəndə və s. rəhbərlər deyirəm ki, seyirli dəyənək kimi baxmayın bizə. Biz təlim zamanı hansı sistemləri və s. qurulmasını öyrədə bilərik, amma siz işçiləri o sistemdə işlətməyəcəksinizsə, o boşuna edilmiş bir xərcdir. Yəni zaman xərci, elə investisiya və s. olur əməkdaşlara görə. Nəticədən əməkdaş burada öyrənir, sistemi burada deyil, gedib tamam başqa bir şirkətdə tətbiq eləyir. Və öyrənmə inkişaf komandası təlimçi deyil. İçlərində təlimçilər varsa nə gözəl. Amma bizə sən bu təlimi verməlisən yanaşması ilə baxmamalıdırlar. Biz təlim və inkişaf imkanlarını yaradan proses qurucularıyıq. Prosesi necə qururuq? Onu biz bayaqları əslində sizinlə uzun-uzun da müzakirə elədik. Bu yerə qədər sual olan var? O zaman McKinsey-nin öyrənmə və inkişafın strateji rolu ilə bağlı bir maraqlı bir məlumatı var. Onu da sizə çatdıraraq əslində bu günümüzü tamamlamağı hədəfləmişəm. Öyrənmə və istedadın inkişafıdır əslində bizim strateji rolumuz şirkətlərdə. Biz öyrənmə mexanizmləri ilə istedadları inkişaf elətdiririk, istedadı cəlb edirik və onu iş məkanında saxlanmasına kömək edirik. İndi burada sual yarana bilər ki, axı istedadları biz cəlb etmirik. Xaricdə və Azərbaycanda da bəzən elə şirkətlər var ki, hər hansı bir təlim ilə seçim prosesində həyata keçirdirlər. Müəyyən bir təlim hazırlayırlar, təlimə iştirakçılar gəlir tamam kənardan və onlara kənardan baxaraq, təlimdəki nəticələrinə uyğun olaraq onları öz şirkətlərinə işə dəvət edirlər. Ona görə artıq öyrənmə və inkişaf yalnızca şirkət içində olan əməkdaşlara deyil, şirkətdən kənarda olan digər istedadlara da sirayət edən bir strateji bir mövqeyə çevrilib. Dünyadakı çox şirkətlərdə, Azərbaycanda da bəzi şirkətlərdə. Təbii ki, biz səriştələrin inkişafına yönəlik fəaliyyətimizi qururuq. Motivasiya və işə bağlı keçirdirik. Biz slaydın əvvəlində də bunu demişdik. İşə götürən brendini formalaşdırırıq. Çünki bizim qurduğumuz öyrənmə inkişaf sistemləri, o fəaliyyətlər nəticədə istəsək də, istəməsək də hallanır və bizdən danışılmağa başlayır ki, filan şirkətdə işçi işə gələndə onun adaptasiyası belə keçirilib. Hətta işçi işə gəlmədən öncə onun bir pre-onboardingi keçirilib ki, şirkət haqqında məlumatlar və s. olub. İşçi ilk iş günündə artıq şirkətin bir çox məsələlərindən məlumatlı şəkildə işə başlayıb və s. kimi. Və dəyərlərə əsaslanan mədəniyyətin qurulması. Təlimin nəticəsi dəyərləri nə qədər yaşada bilməyimizin də göstəricisidir. Hər bir şirkətin idarə etmə dəyərləri var. Təlim komandası həm şirkətin strategiyası, həm də o dəyərlərdən agah olduğu zaman öz təlimlərini daha effektiv, daha peşəkarcasına qurub həyata keçirdə bilər. Bununla da rəhbərliyin etimadını qazanmış ola bilər. Və həqiqətən də düzgün potensialları düzgün istiqamətə yönləndirmiş ola bilər. Mənim deyə biləcəklərim bu qədərdir. Sizə təşəkkür edirəm. Amma əgər sizin sualınız varsa, məmnuniyyətlə sizi eşitməyə hazıram. Burada bunu dayandırım. Kameramı açım. Sona qalanlar ən çox həvəsli olanlardır deyə düşünürəm. Ona görə qaldığınıza görə də təşəkkür edirəm. Sualı olan var? Axşamınız xeyir bir daha. Günel xanım, slaydı göndərə bilərsiniz sonra qrupa da. Slaydı mən təşkilatçıya göndərəcəm. Mən qrupda yoxam bildiyim qədərilə. Buyurun Pərviz bəy. Və təşkilatçı da sizinlə paylaşacaq. Başqa sualı sözü. Çox sağ olun Günel xanım bugünkü təqdimata görə.
Mən təşəkkür edirəm. Mən sizi alqışlayıram, ürək göndərirəm, əla qoyuram. Çox təşəkkür edirəm. Sizi də dinləmək, sizinlə bir yerdə olmaq mənə xoş oldu. Gördüyünüz üçün təşəkkürlər. Sağ olun. Çox sağ olun, Teşekkür sağ olun. edirik Günel Sağ sana olun. istediğiniz için. Gecəniz Teşekkür xeyrə ederim. Günel xanım. Sağ olun. Sağ olun.